aptekdə işləyirəm. Axır vaxtlar çənəm ağrımağa başlamışdı. Getdim həkimə, dedi ki, müştərilərin üzündə çox gülürsən, çənin deformasiya uğrayıb. Ona görə də emojilərdən istifadə eləməlisən. İndiki elə zaman gəlib ki, hissiyatsızlıq zamanı gəlir. Heç kim gülməyəcək, ağlamayacaq. Mən də, bax, bu emojiləri sitələyəcəyəm. Aha, müştəri gəlir. Salam aleyküm doktor. Salam, nə dərman verim? Doktor, axşamdan başım partlayır. Elə bir beynimin içində playoff mərhələsi gedir UEFA çempionatının. Kimsə 11 metrədən avumun ortasından qoyub topu. Beynim dağılır, baş ağrı dərmanı istəyirəm. Niyə ağlayırsınız doktor? Bu dəqiqə sizə elə dərman verərəm ki, xırf kəsər. Buyurun. Doktor, bunu içməyə spirtdən, zətdən yoxdur ya. Evdə içərsən, suyla içərsən, pul. Pul var. Getdim. Salam aleyküm. 2 gündür böyrəyim yaman ağrıyır. Böyrəyə dərmanınız var. Pis oldum. Başa düşmədim. Pis oldum. Bəs nə şırıldayırsan? Bağışlayın bu dəqiqə. Qəşəng dərmanlarımız var. Buyurun. İndi mənim böyrəyimdə daş var da deyəsən. Bunu açsam, böyrəyimdən daş düşəcək? Düşməz. Soğuk dəymənin dərmanıdır. Mən başa düşmədim. Deyirəm ağrıyıram, sən nə şırıldayırsan? Dolarsan məni? Bağışlayın, tez-tez gəlin. Adə, sən mənə göz vurursan? Ərli qadına? Hə? Bağışlayın, mən qələt elədim, bilmədim. Bəxsi, xalqın arvadına öpücük. Öpücük, üzr istəyirəm, bağışlayın. Sən mənə ələ salırsan? Sən mənə dolamısan? Necə? Çıx bayra görüm. Çıx bayra, sənə deyirəm oradan. Hadi. Mən xəstə canımla gəlmişəm dərman istəyəm. Dolamısan mən adə? Ərim qulam bilsə sənin qulaqlarımı kəsər, bildin adə? Əşi, özümüz, adam balası kimi özümüz olar da. Həyifdir öz hissimiz, öz duyğularımız, öz sevincimiz. Yoxsa bu emojilər bizi zibilə salacaq. Bunlardan bizə xeyir gəlməyəcək.